Bakıda kriminal dəstəyə liderlik etmiş, kişi qılığına girən bir qadın, Pəncəli Aslan. 1960-cı illərdə Bakıda Qara Volqa adında kriminal dəstə var idi. Onlar bütün soyğunlara Qara Volqa maşını ilə gedirdilər. O zamanlar bu maşın çox bahalı və prestijli idi. Ona görə də onu ancaq dövlət adamları sürə bilirdi. Dəstənin başçısı Pəncəli Aslan ləqəbli bir qadın idi. O saxta bığ taxaraq və kişi paltarları geyinərək özünü kişi kimi aparırdı. Heç kim onun əslində bir qadın olduğunu bilmirdi. Qara Volqa dəstəsi qızıl univermaqlarını, brilyant dükanlarını və bankları soyurdu. Polislər illərlə bu dəstənin izini axtarırdı. Hətta onlar oğurladıkları pullardan yetimxanalara və bağçalara yardımlar edirdilər. Pəncəli Aslanın əslində qadın olduğunu yalnız Qara Volqanın sürücüsü və Pəncəlinin ən yaxın adamı olan Arif Əliyev bilirdi. Hətta o həbs olunduqdan sonra bunları danışanda heç kim ona inanmamışdı. Qara Volqanın həm kitab, həm də filmi var. Belə bir kriminal dəstənin var olduğu sübut olunub. Amma onların lideri olan Pəncəli Aslan heç vaxt yaxalanmayıb və bu hadisə hələ də sir kimi qalır.